Bu günlərdə rayonumuzun sosial rifahının yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən abadlıq tədbirləri çərçivəsində Ağcabədi Bələdiyyəsinin təşkilatı dəstəyi ilə Şənlik kəndində mühüm işlər görülür. Xüsusilə kəndarası yolların bərpasına başlanılması kənd sakinlərinin gündəlik həyatında böyük rahatlıq yaradacaq. Aparılan işlər çərçivəsində yollar xüsusi texnikalar vasitəsilə qaşınaraq hamarlanıb, daha sonra yollara çınqıl döşənib. Eyni zamanda kənd yolları da zibil tullantılarından təmizlənib. Bu, həm kəndin ümumi görünüşünün yaxşılaşmasına, həm də nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə şərait yaradacaq. Kənd sakinləri görülən işlərdən məmnun olduqlarını bildirərək Ağcabədi Bələdiyyəsinə öz təşəkkürlərini ifadə ediblər. Onlar qeyd ediblər ki, uzun müddətdir istifadə olunan yolların bərbad vəziyyətdə olması kəndlilərin gündəlik həyatına ciddi çətinliklər yaradırdı. İndi isə bu layihə sayəsində kəndin sosial infrastrukturu xeyli yaxşılaşdırılıb. Mən hörmətli prezidentimizə təşəkkür eləyirəm ki, bütün rayonlarda, kəndlərdə abadlıq, quruculuq işləri gedir. Hörmətli Ağcabədi rayon icra başçısı Rafil Hüseynov cənablarına da təşəkkür eləyirəm ki, bu təşəbbüsə qoşulub Ağcabədi rayonunun kəndlərində, o cümlədən Şənlik kəndində abadlıq, quruculuq işləri gedir. Bu göz qabağındadır. Buradan gəlib getmək olmurdu. Bax görsən nə gözəl düzəldirlər. Ona görə də bir müəllim kimi mən deyə bilərəm ki, Ağcabədi rayonunun icra başçısına, Bələdiyyənin sədri İsmail müəllimə çox sağ ol deyirəm ki, gəlib bax belə gözəl işlər görürlər, xalq üçün işləyirlər. Şəhidin doqqazında da çəkirlər oranı, yolu çəkirlər. Burada da çox gözəl işlər gedir. Ona görə də onların qarşısında baş əyirəm, sağ ol deyirəm onlara. Bugünkü günə qədər bizim bələdiyyələr bu yollarımızla nəsə baxmayıblar, indi hansı səbəblərəsə. İndi şükür Allaha biz bələdiyyəmizi seçən gündən bəri bizim bələdiyyələr bələdiyyəmizin sədri İsmail müəllimin göstərişi ilə gəliblər, nümayəndələr baxıblar, özü də gəlib dəfələrlə bu kənd yollarının bütün küçələrinin hamısına baxıblar, ölçüb biçiblər. İndi texnika gətiriblər, yollarımızı sıyırırlar, qırabilirlər hamısını, çox gözəl də iş gedir. Yəqin ki, inşallah yaxın gələcəkdə asfalt örtüyü ilə də örtərlər bu yolları, yaxşı vəziyyətə düşər. Bununla yanaşı Ağcabədi Bələdiyyəsi təkcə yol bərpası ilə kifayətlənməyib. Eyni zamanda Şənlik kənd qəbristanlığının ərazisində də abadlıq və təmizlik işləri həyata keçirib. Belə ki, qəbristanlıq zibil və alaq otlarından təmizlənib, ziyarətçilər üçün səliqəli və təmiz mühit yaradılıb. Həmçinin qəbristanlığın giriş qapısı əsaslı şəkildə təmir olunaraq yenilənib, giriş hissəsinə lövhə yerləşdirilib. Görülən bu işlər bir daha sübut edir ki, Ağcabədi Bələdiyyəsi öz fəaliyyətində kəndlərin inkişafını və sakinlərin rahatlığını əsas prioritet kimi müəyyənləşdirib. Abadlıq tədbirlərinin davamlı xarakter daşıması rayonumuzun bütün kəndlərində sosial rifahın yüksəlməsinə və sakinlərin həyat şəraitinin yaxşılaşmasına mühüm töhfə verir. Gündüz Sevindik, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.